İranın yaxın şərqdə hərbi fəaliyyəti artmaqda davam eləyir və regionda gərginlik yüksəlir. Avropanın əsas dövlətləri potensial hərbi addımlar barədə xəbərdarlıq eləyir. Tehranı müdafiə edən Rusiya və Çin isə hələlik bəyanatlara üstünlük verir. Çünki Şərqi Avropada gedən müharibə fonunda hərbi müdaxilə imkanları məhduddur. Yerli və xarici ekspertlər İrana qarşı başladılan müharibənin coğrafiyası genişlənə bilərmi sualına cavab veriblər. İzləyək. Avropanın əsas gücləri, Birləşmiş Krallıq, Fransa və Almaniya liderləri İranın yaxın şərqdə müttəfiqlərə qarşı hücumlarını davam etdirəcəyi halda hərbi tədbirlər görəcəklərini bəyan ediblər. Ekspertlərə görə birliyi ən çox narahat edən məqam İranın yaxın şərqdəki ölkələrə əks hücumudur. Bu addım münaqişənin əhatə dairəsini genişləndirə bilər. Rəsmi Brüssel də bundan ehtiyat edir. Eyni zamanda Tehran həmin dövlətlərdəki proksi qüvvələrinə dəstəyi artıra bilər. Başlatılan savaş ve çatışma alarmlarının elbette ki Orta Doğu'da bölgesel bir yayılmacılığın da ifadesi olarak yorumlanması mümkündür. Dolayısıyla İran'ın bölgede kurmuş olduğu bu vekil ağı ve milis aktörleriyle zaten İsrail kuvvetleri tarafından devam eden çatışma halinin artık bölgesel bir düzleme geçtiği, büyük ölçekte sivillerin dahi zarar gördüğü bir savaş haline gelmesi bölgedeki tansiyonun daha da yükseleceğinin bir emaresi, bir göstergesi olarak yorumlanabilir. İranın tərəfdaşları isə baş verənlərə sərt münasibət bildirib. Rusiya və Çin Tehrana qarşı hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib. Həm Pekinin, həm də Moskvanın bəyanatlarında İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin qətlə yetirilməsi kəskin şəkildə pislənilir. Bir neçə həftə əvvəl İran, Çin və Rusiya ilə birgə Hörmüz boğazı yaxınlığında hərbi təlimlər keçirirdi. Lakin vəziyyətin gərginləşməsinə baxmayaraq Pekinlə Moskva Tehrana dəstəyi hələlik bəyanatla ifadə edirlər. Rusiya-İran münasibətlərinə gəlincə strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqavilə müdafiə sahəsini əhatə etmir. Yəni Rusiyanın dərhal müharibəyə qoşulmaq öhdəliyi yoxdur. Lakin uzunmüddətli razılaşmalar var. O cümlədən hərbi texniki sahədə. Bu dərhal və yaxud sabah raket tədarükü demək deyil. Uzunmüddətli dövr üçün nəzərdə tutulub. Buna görə də danışıqlar şübhəsiz ki intensivləşəcək. O cümlədən İran, Çin və İran-Rusiya xətti üzrə. Rusiya və Çin arasında da ayrıca məsləhətləşmələr ola bilər. Ekspertlərə görə Avropanın bəzi dövlətləri ABŞ-yə məhdud dəstək verməklə kifayətlənə bilər. Müharibədə iştirak üçün həm ittifaqda, həm də NATO-da yekdil razılıq gərəkdir. Hazırda Avropa dövlətləri müharibədə iştiraki deyil. Münaqişənin geniş coğrafiyaya yayılmasının qarşısını almağa çalışır. Rusiya və Çinin isə İrana dəstək üçün müharibədə iştiraki ümumiyyətlə gözlənilmir. Avropa İttifaqı dövlətləri müharibənin əleyhinə olsalar da, amma onlar da İran rejiminin dəyişməsini istəyirlər və bu haqda açıqlamaları da var ki, İran rejimi dəyişməlidir, siyasətini dəyişməlidir, özü dəyişməlidir. Rusiya və Çin İran rejimini qurtaran da deyirlər. İran rejiminə görə Amerika ilə üzgöz olmaq da istəmirlər. Zaten Rusiya Ukrayna bataqlığının içindədir, işğalı davam etdirir, amma uğur qazanan bir. Çin isə ancaq iqtisadi inkişafı maraqlandırır. Müharibələr Çin iqtisadiyyatına mənfi təsir edir. Ekspert bildirir ki, Tehran hazırda bir neçə güclü dövlət qarşısında tək qalıb. Yaxın əlaqələrin olduğu dövlətlərdən güclü dəstəkdən söhbət belə getmir. Buna görə də müharibənin yaxın şərq regionu ilə məhdudlaşacağı ehtimalı daha yüksək hesab olunur.